Salam, hörmətli müəllimlər, hörmətli təhsil işçiləri, hörmətli valideynlər. Dərd dinləmənin bugünkü qonağı əzizimiz ADA Universitetinin Təhsil Fakültəsinin dekanı Ülviyə xanım Mikaylovadır. Xoş gəlmisiniz Ülviyə xanım, sizi xoş gördük. Ümid edirəm ki, bugünkü dərd dinləmənin bugünkü buraxılışında çox vacib məsələlərə toxunacağıq. Belə, ilk olaraq nədən başlamaq istəyirəm? Məsələn, günümüzü mən bir cümlə ilə bir təsvir edeyim, oradan yol alaq. Məsələn, məktəb direktoru hazırda məsələn, günü problemsiz başa vurursa, deyir çox şükür. Müəllimin məsələn bir çox hallarda, bu təbii bütün direktor, bütün müəllimlərə aid deyil də, müəllimlərin özünün peşəkar inkişaf olsun, dərs keçmək olsun, motivasiyası o qədər də yüksək deyil. Valideyn müəllimə qarşı aqressivdir. Sonra şagird məktəbdə xoşbəxt deyil. Bununla bağlı bir tədqiqatda hər 5 nəfərdən biri özünü xoşbəxt hiss eləmir. Biz məsələn orta məktəbdə oxuyanda məktəbə necə idi vəziyyət, məktəbə və bizim münasibətimiz şagird olaraq və s. Biz niyə belə olduq? Biz əvvəllər çox təhsilə çox belə qəlblə yanaşan, möhkəm bir həqiqətən bir prestiji var idi təhsilin, məktəbin, müəllimin. Biz məsələn müstəqillik dövrü, çətin günlər, 90-lar, sonra gəldi 2000-lər, kurikulum gəldi, islahatlar və s. və bugünkü sadaladığım o direktorun yanaşması mən bu günü xatasız balasız yola verim, çox şükür. Direktor belədir. Müəllim motivasiya aşağıdır, şagird xoşbəxt hiss eləmir. Biz niyə belə olduq? Siz bu proseslərin bir çoxunda iştirak eləmisiniz deyə, məsələn, bu sualı verəcəyim iki şəxs var Azərbaycanda. Biri Asif Cahangirovdur, biri siz. Asif müəllim məndən qat-qat yaxşıdır. Bilirsiniz, yəqin siz soruşursunuz, əvvəl bizim təhsilimiz necə oldu? Əvvəl deyək ki, yaxşı idi müəyyən mənada. Biz bugün elə bir vəziyyətdəyik ki, məsələn, təhsil artıq zövq vermir. Təhsildən zövq almırıq. Biz harda səhv elədik, nəyi düz eləmədik, niyə bu vəziyyətə düşdük? Bilirsiniz, mən də bütün günü bizim hamımızda, bizim təhsilimizin bu gününü düşünürük. Mənim bir neçə fikirlərim var. Düzdür, bu tədqiqat aparmamışam, eləmir. Amma mən də bir düşünürəm ki, niyə bizdə bu qədər çoxlu sual var? Elə siz o sadaladığınız, bunlar hamısı çox böyük bir məsələdir. Və mən çox düşündükdən sonra belə bir qənaətə gəldim ki, əslində biz yalnız indi başlamışıq özümüzün milli təhsil sistemimizi qurmağa. Bizim heç vaxt öz təhsil sistemimiz olmayıb. Rusiya imperiyası olub, biz kiminsə modelini bura gətirib, o modellə oxuyurduq. Sonra SSR olub, yenə də Sovet modeli olub. Mərkəzdən planlaşma. Hər şey, hər tərəfli, həm ideoloji, həm dövlət nöqteyi nəzərdən, hər tərəfli bu bizə yad modellər o. Mən demirəm ki, biz onu sevməməliyik, ya sevmirdik. Mən öz məktəbimi çox sevirdim. Mən inanırsınız, hələ də indi hamısı əksəriyyəti rəhmətə gedib. Mən Rus sektorunda oxumuşdum. Mən müəllimlərimin əksəriyyəti Rus idi. Bircə elmi sinif rəhbərimiz Azərbaycanlı idi, tarix müəllimimiz Yahudi idi, bir dənə də coğrafiya müəllimimiz erməni idi. Qalan hamısı Rus idi. Mən hələ də hər dəfə imkan olanda onlara rəhmət diləyirəm. Çox onlara minnətdaram. Amma mən nə demək istəyirəm? Buna baxmayaraq, bu qədər ki bizdə sual yaranır. Və biz həmişə soruşuruq, bu Finlandiya belə, Singapur elə. Mənə gələk biz indi formalaşdırırıq, düşünərək, ağrıyaraq. Bizim Azərbaycanın milli təhsil sistemi necə olmalıdır? Bizdə həmişə olub maarifçilər. Mən maarifçilərdən danışmıram. Mən deyirəm ki, Azərbaycan, bəli, müstəqil Azərbaycan dövlətinin təhsil sistemi necə olmalıdır? Hansı təməl üzərində qurulmalıdır? Və mənə elə gəlir ki, bütün bu ağrılı suallar bundan irəli gəlir. Mən belə düşünürəm. Yoxsa niyə bu qədər çox sual? Mən öz məktəbimi çox sevirdim. Ümumiyyətlə, bilirsiniz, Sovet sistemi, bilirsiniz də, bütün müzakirələrdə çox vaxt
Sovet sisteminə qayıdış olur. Refleksiya eləyirlər. Yaşlı nəsil biraz nostalji ilə, gənc nəsil onu bilmir və mənim heç vaxt yadımdan çıxmaz, bizdə bir tələbə magistr dissertasiyasını qururdu o ideya üzərində ki, Sovet dövründə Azərbaycanlılara Azərbaycan dilində danışmaq yasaq idi. Mən deyirdim, sən bunu hardan götürmüsən? Yəni mən bunu niyə deyirəm? Təhlil eləmək çox vacibdir və yaxşı ki, siz bu suala qayıdırsınız. Sovet təhsili sistemini mən onu emosional nöqteyi nəzərdən çox sevirdim. Müəllimlərimə böyük hörmətim var idi. Amma deyim ki, o dəyər hamıya maraqlı. Mən çalışdım öz sinifimi yadıma salım. Və mən düşündüm ki, əslində bu doğrudur idi. Bizim sinifdə bir çox şagird var idi ki, onlara maraqlı deyil idi. Mən ən böyük dəyərini görərəm Sovet məktəbinin bu sosial ədalət prinsipində. Bu Sputnik məsələsini siz yəqin bilirsiniz də, bu Sputnik. Bilirsiniz, bu 57-ci ildə deyəsən ilk Sovet Sputniki buraxıldı. Bu Sovet təhsil siyasətinin ən belə tədqiq olunan bir əhvalatlarıdır. Yəni bu və ilk Sputnik 57-ci ildə deyəsən buraxılanda ABŞ-da az qala böhran idi. ABŞ birdən özünü soruşdu ki, necə oldu SSR qabağa keçdi? Nəyin əsasında? Və onda onlar bir neçə universitetlərdə paralel olaraq müxtəlif tədqiqat mərkəzlərinə tapşırıq verdilər. Araşdırın, təhlil edin, tapın. Niyə SSR bizi qabaqladı? Çox məşhur bir əhvalatdır. Və bütün bu müstəqil, fərqli, bir-birindən müstəqil işləyən komissiyalar hamısı gəldi bir qənaətə. Bunun səbəbi iki idi. Təhsil sistemi, bir də səhiyyə sistemi. Səhiyyə sistemindən başım çıxmır, ondan danışmayacağam. Amma təhsil sistemində onlar bilirsiniz nə dedilər? Əsas səbəblər bir neçə faktor idi. Birincisi əlçatan olması. İkincisi çox böyük kütləni əhatə eləyən məktəbə qədərdən başlayaraq ali təhsil də bizdə axı o vaxt pulsuz idi, əlçatan idi və sosial ədalət. Hamı üçün eyni, hamı üçün. Bax bu üç əsasən. Və bunun əsasında onlar çox böyük proqramlar qəbul edildi. Bütün maliyyə sistemini dəyişdilər. Bu Sputnik krizisi deyilir bu təhsil siyasətində. Yəni bu var idi. Biz indi bu milli təhsilimizi ki qururuq. Qura bilirikmi? Yəni sizcə məsələn mən ixtisasca tarixçiyəm. Bir növ o xronoloji ardıcıllıqları görə gəlib bir təhlil yürüdə bilir. Sağ olsun universitetdə müəllimlərimiz bunu bizə yaxşı aşılayıblar. Məsələ burasındadır ki, məsələn biz müstəqil olduq, müstəqil olan cəmiyyətin bəzi problemləri olur. Sosial problemləri, ictimai, fəlsəfi, düşüncə və bir müddət sonra bu özünü hansısa bir formada təmin eləyir, düzəldir. Təhsil sahəsində biz bunu edə bilirik. Məsələn, bu məni bir vətəndaş kimi narahat edir ki, məsələn biz təhsil sahəsində o milli təhsil dediyimizi ümumiyyətlə bugünkü məsələn direktorlarımızla, müəllimlərimizlə, valideynlərin yanaşması ilə eləyə bilirikmi? Bununla işləyə bilirikmi? Məsələn, bizim elə podkastın bir növ məqsədi odur ki, insanları bir maarifləndirək, ağla qaranı ayırd eləyə bilsinlər, düşünməyə cəhd eləsinlər və mühakimə yürütsünlər ki, ümumiyyətlə biz nə istəyirik? Biz bunu özümüz müəyyən eləmişik ki. İşte bu təhsil siyasəti səviyyəsində biz bunu müəyyənləşdirmişik ki, konseptual olaraq mən buna rast gəlmirəm. Konseptual olaraq mən buna rast gəlmirəm. Ona görə ki, biz ora atılırıq, bura atılırıq, sonra oradan qaçırıq, buradan qaçırıq və bizim özümüzün strateji sənədlərində təhsilə aid mən ardıcıl inkişaf görmürəm. İdeyaların ardıcıl inkişafı. Hardasa mən demirəm, mən bilirsiniz bunu günahlandırmaq məqsədi ilə demirəm. Amma bu həqiqətən çox böyük bir inkişaf məsələsidir.
Misal üçün götürsək bizim 1999-cu ilin təhsil islahatı proqramını, orada idarə etməkdə, misal üçün də məktəbin idarə etməsində, təhsilin idarə etməsində konkret yazılmışdı dövlət ictimaidən keçid ictimai dövlətə idarə etmədə. Yəni bu vizyon idi. Bu vizyon. Düz indi o vaxt romantik bir periyod idi. Biz azad olunmuşduq SSR-dən, düşünürdük ki, Avropa, demokratiya, yaxşı vizyondur. Qərb, Yəni vizyon yaxşı. olaraq... Yox, mən demək istəyirəm ki, biz inanırdıq ki, biz bunu eləyə biləcəyik. Və biz mən onu romantik bir dövr adlandırıram. Sonra biz gəldik, çıxdıq təhsil inkişafı üzrə dövlət strategiyası 2013. Neçə il keçdi? Çox il keçdi. 20 il təxminən. Biz orada artıq ictimai dövlət idarə etmənin adını çəkmədik. Səhv eləmirəmsə. Və biz sadəcə dedik menecer. İdarə etmə, menecer. Ən yaxşı beynəlxalq təcrübə. Və mən baxdım bizim ən son fəaliyyət planımıza. O bilirsiniz də iqtisadi sosial prioritetlər, milli prioritet. Orada idarə etmə sözü yoxdur. Təhsilə aid. Onun xarakteri də yoxdur. Mən bunu niyə bir misal kimi gətirirəm? Biz özümüz konseptual olaraq özümüz üçün müzakirə eləyib müəyyən etmişikmi bizim milli təhsil sistemimiz necə olmalıdır? Mənə elə gəlir ki, mən belə müzakirəyə rast gəlməmişəm. Və bu çox vacibdir. Mən belə düşünürəm. Cəmiyyət də adekvat olmalıdır. Hal-hazırda biraz burada bir məsələni siz demişkən yadıma düşür. Demək 2016-cı ildə bu biz AMM-də işləyəndə orada bir beynəlxalq konfrans elədik. Bill Martin var idi, Amerikadan gəlmişdi. Bir xeyli 80-dən çox məktəbdə onun tədqiqatı falan var idi. Demək o deyirdi ki, siz əgər ölkənizin təhsilini inkişaf etdirmək istəyirsinizsə, bunu edəcək ən yaxşı şəxslər siz özünüzsünüz. Məsələn, mən gələcəm bura Amerika modelini gətirəcəm. O birisi gələcək Yeni Zelandiya modelini gətirəcək. O birisi də ki, bu Singapur və s. və s. Bunu edə biləcək ən yaxşı, çünki siz milli mədəni o xüsusiyyətlərə bələdsiniz və ən yaxşı milli modeli elə özünüz yarada bilərsiniz. Biz sadəcə sizə dünyanın keçmiş yolunu, keçdiyi yolu sizə bildirə bilərik ki, bax, dünya A-nı, B-ni seyini eləyib, burada bu ölkələrdə uğursuz olub. Bax, xəbəriniz olsun. Siz bunu buradan yol alıb öz təhsilinizi inkişaf etdirə bilərsiniz. Dediyiniz bu məsələ biz o idarə etmədən ki, uzaqlaşırıq. Yəni bir müddət var idi ki, biz artıq məsələn belə bir tendensiya var idi ki, məktəblərdə məktəbi idarə edən şəxslər təhsil işçisi olmaya bilər. Əsas odur menecer olsun. Bunu uğursuz oldu, çünki biz müəllimlə ünsiyyətə girən şəxs ümumiyyətlə bunu müəllimin psixoloji durumunu bilməsi lazım. Yəni biz müəllimlə necə danışmalıyıq, bunu bilməyimiz lazımdır. Bu idarə etmə, yəni məktəbin idarə etməsi hansısa bir müəssisənin idarə edilməsi kimi deyil. İndiki tendensiya odur ki, biz artıq idarə etməni deyək ki, kənara qoymaq istəyirik. Ən azından sənətdə. Hə, ən azından sənətdə və biz daha çox pedaqoji baxımdan uğurlu olan şəxsləri rəhbər vəzifə məktəb rəhbərliyinə gətirmək istəyirik. Burada da çatışmazlıq odur ki, yəni indidən görünən məsələ odur ki, rəhbər şəxsdə olmalı olan bacarıq və səriştələr, yəni pedaqoji ustalıq hələ həmən şəxsə müəssisənin 100 nəfər müəllimi, 1000 nəfər şagirdi idarə edə biləcək bacarığa sahib olduğunu göstərmir. O pedaqoji ustalıq ayrı bir şeydir. Rəhbərdə olmalı olan o emosional zəkalılıq, idarə etmə, yəni konfliktlərin həll olunması və s. kimi səriştələrə sahib olması şərtdir ki, bu da ağırlı ola bilər deyə düşünürəm. Necə düşünürsünüz bu məsələdə? Bu məsələdə mənə data çatmır, tədqiqat çatmır. Bax, siz dediniz uğursuz. Kim nə deyir? Harda görünür? Harda bu göstərilibdir? Elə bax, o Billdən başlayayım, bu Amerikanlıdan başlayayım. Mən onu başa düşürəm və mən onunla razıyam və bütün dünya tədqiqatı deyir. Amma biz gərək özümüz onu öyrənək. Biz onu özümüz öyrənək və biz onu özümüz öyrənməsək biz heç vaxt başa düşməyəcəyik ki, oradakı səhvlər nə idi. Ona görə misal üçün dünyada təhsil elmində
böyük bir tədqiqat sahəsi islahatların təhlili. Çox böyük ağıllar. Belə bax o Fulun, mənim sevimli Fulunum, o da onlar onunla məşğuldur. İndi gəlin görək biz Azərbaycan təhsil islahatlarını təhlil eləmişik. Bax siz dediniz uğursuz. Kim dedi? Harda göründü o? Yox, mən niyə deyirəm? Mənim öz ehtimalım var, fərziyyəm var. Biz əslində onu eləmədik. Biz əsl idarə etmədə, məktəbin idarə etməsində mən düşünürəm ki, biz islahat aparmadıq. Biz kosmetik elədik. Hətta təzadlı elədik. Bilirsiniz, bir tərəfdən elədik deyək. Yox, cəhd elədik. Biz bunu zarafat deyil, 12 il elədik. 12-də elan olunmuşdu, 14-dən onun tətbiqi başladı. Nazir də keçən il dedi, 25. 13 il zarafat deyil. Biz 13 il, yox, 10 il, 11. Biz onu tətbiq elədik. Amma biz onu təhlil elədikmi? Mən belə böyük bir məsələ odur. Yəni mən nə demək istəyirəm? Mən həmişə onu düşünürəm ki, bir tərəfdən biz məktəb direktorlarının başladıq gələcəyin hazırlamağa, təlim proqramları, bilirsiniz də bu. Bəli. Sizin də təşkilat deyəsən verirdi o vaxt ki. Bəli, iştirak eləmişdik. Yəni o çox böyük bir proses idi. Universitetlər, bir neçə universitet, bir neçə tədqiqat düşünürlər ki, hansı proqramlar təklif eləyək məktəb direktorlarının. Yəni biz liderlik hazırlayırdıq, liderləri. Bir tərəfdən. O birisi tərəfdən biz onları bütün səlahiyyətlərdən yavaş-yavaş məhrum etdik. Bəli. Biz liderə dedik ki, sən müəllim seçə bilməsən. Hətta mavi seçə bilməz. Hə? Məktəbə direktor təyin edirik, amma mavi seçə bilməsən. Belə baxsan. Yəni ki, müəllimi seçə bilməsən, müəllimi qiymətləndirə bilməsən. Yəni onda mən belə düşündüm ki, lider hazırlayaraq biz onu praktikada endirdik inzibatçıya. Hətta koordinatora. Ona görə mən uğursuz ya uğurlu deyə bilmərəm. Mən elə gəlir ki, biz onu axıra kimi aparmadıq o islahatı. Və sonra o islahatı dayandırıb qayıtmaq təcrübəli müəllimə, axı biz bundan başlamışdıq. Yəni bunu mən o qədər də mən elə gəlir ki, bu çox yaxşı təhlil olunmalıdır. Bir maraqlı nüans var. Bu davamlı olaraq məni belə narahat edir. Məsələn, biz deyirik ki, hər bir məsələdə tədqiqat olmalıdır. Burası olmalıdır. Təhlil. İndi biz təhlil. Axı bizdə tədqiqat və təhlil üçün kadr çatışmazlığı var, sonra maddi resurs. Məsələn, biz hər şeydə bunu istəyiriksə, bizim problemimiz budur da. Yəni deyək ki, məsələn, bir təhsillə bağlı bir söz demək istəyiriksə, sözümüzün əsaslandırması olmalıdır. Mən filan tədqiqata və ya da filan təhlilə görə mən iddia edirəm ki, bu belə olmalıdır. Amma bunu eləyəcək kadr və maddi resurs sıxıntımız var. Bu da bir paradoks da. Yəni bizim o tərəfdən kəsintimiz var, amma hər şeydə bunu istəyirik. Bu da bizim ən hazırda nəyə istinad eləyirik? Məsələn, mən nəyə istinad eləyə bilirəm? Müşahidələrimə, insanlarla söhbətimə, təcrübəmə. Yəni mən deyək ki, 50 nəfərlə söhbət edirəm, 50 nəfərin söhbətindən bir fikir formalaşır. Bu səhv fikirdirmi? Yox, doğru fikirdir. Amma bunu əsaslandıracaq mənim tədqiqatım olsa, lap mən ürəklə danışaram ki, bax, tədqiqat. Amma bu tədqiqatı eləmək üçün də mənim kadrım, nə də maddi resursum yoxdur. Bu da başqa bir, yəni elə bilin ki, bir çarxın içərisindəyik və bir-birini belə həm buradan deyirik, həm də oradan da yoxdur. Belə bir qarışıq vəziyyətdir. Düz indi ADA Universiteti bildiyim qədər bunu tələbələri qismində eləməyə çalışır. Bizim tələbələr çox biz çalışır, onlar da maraqlıdır. Bilirsiniz, mən qismən sizlə razıyam. Mən düşünürəm ki, qərar qəbul etmək üçün, müzakirə təşkil etmək üçün mütləq deyil ki, tədqiqat, iştirakçılıq da vacibdir. Mən ümumiyyətlə inanıram. Biz indi həmkarlarla bir tədqiqatı tamamlayırıq, məqalə üzərində işləyirik, bütün gün müzakirə eləyirik, oxuyuruq. Misal üçün, bu həmən o təhsil tədqiqatlarını təhlil eləyən mütəxəssislər, elə bu yaxınlarda Fulanın ən belə son məqalələrindən oxudum. OECD-nin hesabatlarına baxdım, hazırlaşırdım sizin verilişə. Və bilirsiniz, çox maraqlı bir məsələlərə rast gəldim. Onlar deyirlər ki, artıq dünya o qədər dəyişibdir. Həm sosial, həm iqtisadi, həm siyasi, həm nəsillər, hər şey.
Artıq o köhnə liderlər təhsili qabağa apara bilməyəcəklər. Və təklif olunur ki, artıq bax o biz də vaxtilə bunun üzərində təhsil alırdıq ki, o vizyoner ki, liderlər var ha. O gəlir öz vizyonunla işıqlandırır, həvəsləndirir, motivasiya yaradır və dalınca aparır. Artıq o lider növü təhlil eləyiblər. Dəyişildi o lidera ki, o çox geniş iştirakçılığı təmin edir. Bütün təbəqələrlə müzakirələri təşviq edir və kollektiv qərar etmə yox, təbii qərarı bir adam verir. Amma o kollektiv kollegiallığı təmin edir. Müdriklik, təcrübə onun əsasında artıq o yeni bilik formalaşır və o biliyin əsasında qərarlar verir. Bax bu çox maraqlı idi. Bu mənim üçün yenilik idi. Mən bilmirdim ki, artıq bax belə bir liderlərə ehtiyac var və bu təhlil əsasında. Ona görə mən demək istəyirəm ki, şəxsin vizyonuna yox, daha çox. Bəli, mən düşünürəm ki, axı bilirsiniz, mən nəzəriyyəçiyəm. Müəllimdən yaxşı müəllimlik peşəsinin uğurunu, çətini kim bilər? Ən yaxşı məktəb direktorundan yaxşı onun problemini və güclü tərəfini kim bilər? Biz onları cəlb eləyirik. Biz heç valideynləri biz nə vaxtsa soruşuruq. Valideynlə belə acınacaq bir vəziyyətdir. Ya da şagird ümumiyyətlə bizim təhsilin üstündə bu tendensiyanı bir növ müşahidə edirik ki, son vaxtlar təhsilin üstündə mən çalışır gördüm. ki, o dərslikləri deyirsinizmi? Həm dərsliklər, həm ümumiyyətlə bu sevindim. Mən dedim bu yeni bir trenddir. Həm o bizim o ki zaman yığışıb o bəzi məsələlərin müzakirəsi olsun, müəllimlərin. Mən elə gəlir ki, bu çox vacibdir. Biz onu nə qədər çox təşkil eləsək, olmaz. Artıq deyirəm də. Ümidlər var, çünki təhsilin üstündə də çox dəyərli bu son dövrlər çox dəyərli yəni həmkarlar orada çalışır və bu çox belə ümidvericidir. İnşallah ki, böyük işdir. Elə bax o dərsliyi mən oxuyanda dedim yeni. Sadəcə dediyim ki, cəmiyyət adekvat davranıb bu məsələyə, məsələn, narahat edən tərəflərdən biri odur ki, burada təhsillə bağlı iş gedir, yaxşı pis iş gedir. Cəmiyyət orada deyil bir çox hallar. Cəmiyyət dedikdə siz kimi nəzərdə tutursunuz? Buradan gəlir. Bu çox ümumidir. Mən məsələn nəzərdə tuturam valideynləri, şagirdlərin özlərini, deyək ki, böyük əksəriyyət müəllimləri, yəni biz bunlarla bu şəxslərlə ünsiyyətdə olanda ayrı-ayrı şeylərdən danışırmış kimi. Məsələn, mən ortada dayanmışam. Bir tərəfdən təhsil islahatlarına azdan çoxdan, yaxından uzaqdan, bir tərəfdə də onlarla ünsiyyətdəyəm və bu xəttin o tərəfində, bu tərəfində görə bilirəm və görürəm ki, müşahidələrim onu göstərir ki, bunlar arasında uçurum var. Və bu tərəf islahatların ümumiyyətlə ya marağında deyil, ya ümumiyyətlə məsələn adicə o müəllimin tam ştat məsələsi. Cəmiyyətdə demək olar ki, bunun tərəfini saxlayan çox az insan gördük ki. Gərək əvvəl müzakirə olunaydı da. Yəni bu yox, bu çox böyük ideyadır. Bilirsiniz, bax siz deyirsiniz cəmiyyət. Birincisi cəmiyyət çox ümumidir. Gəlin götürək 100.000 müəllim, bizdə neçə min müəllimdir. İndi 150 idi, indi deyirlər azalıb da. Gəlin onları cəlb eləyək. Biz niyə? Gəlin cəlb eləyək. Gəlin onlardan soruşaq. Bilirsiniz, biz bu əməkdaşlığı rəhbərlik qurur. Əməkdaşlığı liderlər qurur. Onlar buna sosial zakaz yaradır. Və o yaradır elə bir vəziyyəti ki, bizə sizin biliyiniz, mövqeyiniz, qərarınız, fikirləriniz lazımdır. Burada bir sual çıxır, çox vacib bir sualdır bu məqamda. Əgər islahatları gərəkdirən amillərlə, deyək ki, biz bilirik ki, müəllimin tam ştatlı sinifdə olması vacibdir təhsil sistemi üçün və müzakirə olunacaq insanların düşüncəsi ilə üst-üstə düşmürsə. Yəni islahatı gərəkdirən amil var, amma bu islahatın iştirakçısı olan şəxslər ya bunu başa düşmürlər, ya burada şəxsi mənafe bu doğru qərar verməyi üstələyir, ya hansısa bir başqa üçüncü bir səbəbdən dolayı buna qarşı bir aqressiyası var. Və müzakirə eləsək, müzakirənin nəticəsində o islahatı həyata keçirə bilməyəcəyik. Kimi bir ehtimal risk varsa,
o zaman necə olur? Yəni biz yenə də mi müzakirə aparmalıyıq? Mütləq. Mən buna inanıram. Mən o participatory management, mən iştirakçılıq əsasında idarə etməyə inanıram. Birincisi indi bu tam iş günü dedikdə mən pis çıxmasın. Mən elə gəlir ki, o hazırlıq yaxşı hazırlanmış qərar deyil idi. Mən həqiqətən istəyirəm ki, hansısa qərarın dalınca getsinlər. O qərarı dəstəkləsinlər. O qərarı qəbul etsinlər. Qərar çiğ deyil, tam hazırlanmış olmalı, o pişmiş. Təbii, yəni orada bir çox faktorlar var. Amma belə bilmirəm nə qədər qalxacaq, bilmirəm necə olacaq. Qeyri-müəyyənliklə Yox, olmaz. Əslində bu çox yaxşı bir imkan idi ki, fürsət idi. Müəllimləri yığaq, soruşaq, görün nə qədər regional idarə var. Hər regional idarə öz regionunda o müzakirələri aparsa, eləsə, bu çox gözəldir. Bilirsiniz, hamı onda inanar ki, Sovet dövründəki yəni bir ideologiyanın məsələn 20-30-cu illərdə yalın əllə Sovet hökuməti böyük işlər gördü də. Yəni o ideologiyanın hesabına idi. Yəni dolayısıyla ideoloji iş məsələsi. Düz indi orada qorxu da var idi. Əvvəllər inam idi, sonra qorxu. Amma inam var idi. Məsəl üçün mənim nənələrim hamısı o vaxt bilirsiniz də SSR gəldi, icbari ibtidai təhsil elan elədi. Mənim hər iki nənəm getdilər o liqbezə, ibtidai təhsil attestatı aldılar. Və o qədər bilirsiniz, onlar belə ruhlanmışdılar bu imkanlardan. Yəni mən nə demək istəyirəm ki, onlar hiss elədilər ki, onların təhsili kiməsə lazımdır. Onları sayıb oxumaq, hesablaması, bax o insanın cəmiyyət üzvünü dəyərli eləyir. Bəli, özünün bir parçası. O sadəcə kütlə kimi özünü qəbul. Mən burada SSR-in tərifləmə fikrində deyiləm. Amma bax budur iştirakçılıq idarə etməsi. Sən gərək hamını inandırasan ki, sənin sözün dəyərlidir. Və biz sənin sözünü eşitmək. Bizdə bu yoxdur. Misal üçün mən tədqiqatların birini aparanda mənə dedilər ki, heç bəlkə siz bilirsiniz ya yox, mənə maraqlıdır. Dedilər ki, Məktəb Direktorları Şurası yarandı. Təhsil Nazirliyi nəzdində eşitmisiniz? Yox, onu eşitməmişəm. Mən də eşitməmişəm. Mənə onlar dedilər. Deyir, bir dəfə də o Məktəb Direktorları Şurasının iclası aparılmadı. Niyə? Onlardan yaxşı təhsili bilən varmı? Yəni dərd ordadır da, yəni problem ordadır da. Mənə elə gəlir ki, bundan başlamaq lazım. Biz o deyirləri, o sosial harmoniyanı təsirimizdə yaratmalıyıq. Bax, o siz dediyiniz. Bura qədər hissəni belə ümumiləşdirsək, islahatlarda ictimai iştirakçılığı təmin etmək, islahatların daha ağrısız keçməsini təmin edər. Bəli. Və aparılan islahatların dəstəyinə çevirəcək olar. Qarşı tərəf olmur, köməkçi tərəfə çevirilir. Bəli. Bu çox nə qədər inandığımız doğru şeyi eləsək də bu ictimai iştirak. Bu çox vacibdir. Bax mən indi fikirləşirəm də bizim bu 44 günlük müharibə olanda hamı bilirdi ki, o Hanyan xətti var. Amma hamı getdi. İndi mən əskərləri deyirəm. Niyə getdi? İnanırdı, düşünürdü, bilirdi. Cəmiyyət olaraq bir şeyimiz var idi. Mənə elə gəlir ki, təhsil islahatında belə bir mühiti yaratmaq lazımdır. Mədəniyyəti yaratmaq lazımdır. Bu fikir kifayət qədər, yəni vacib məsələ. Bu bayaq bu verilişdən əvvəl bir şeyə toxunduq. Bu ümumiyyətlə elit təbəqə məsələsi. Ən ağrılı yerdir bizdə. Ümumiyyətlə bizdən elit təbəqə məsələn bu insanları maarifləndirər. Mən bunu başa düşə bilmirəm. Sözünüzü bağışlayın, sözünüzü kəsdim. Siz axıra kimi yəni elit təbəqə maarifçilər varmı? Biz yoxdursa biz bunu niyə yetişdirə bilmirik? Siz elit təbəqə nə? Məsələn, cəmiyyətə yön verən. Məsələn, cəmiyyətə, məsələn, insanlara doğrunu və məsələn insanlar desin ki, bu şəxsin dediyinə baxıb, onun dediyində həqiqət var. Çünki mən bu şəxsə etibar edirəm. Bu şəxs bir ictimai bir nüfuza malikdir. Həm deyək ki, dedikləri ilə, elədikləri ilə və onun dediklərinin bir inamı, cəmiyyətin ona bir inamı var və onu qəbul eləyir. Bizdə belə şəxsiyyətlər var? Onu soruşuram. Yoxdursa bizdə niyə yox? Məsələn, bu hər cəmiyyət üçün önəmlidir də bu şəxslərin olması. Yəni o məsələn hər kəsə də olmasa minlərlə insana yön verə bilir. Düşüncəsinə təsir edə bilir.
Biz Və siz niyə onları elit adlandırırsınız? yəni şey olaraq insanların düşüncəsinə təsir edə bilir deyə elit təbəqə deyirəm. Yəni maarifçilər deyək, daha biraz Mənə elə gəlir ki, zamanə dəyişibdi. Artıq o mümkün deyil. Bax indi bilirsiniz bizim təhsil işçiləri heç kim məndən inciməsin. Mənim babam 60 il müəllim olubdu. Ə, və yəni müəllim zəhmətini mən yaxşı bilirəm. Onun nəvəsi kimi. Amma bizdəki o müəllim haqqında bax o vaxt keçdi. Mənim babam yaşadığı yerdə ağsaqqal sayılırdı. İndi harda siz görmüsüz ki, bir müəllim ağsaqqal kimi sayılsın? Onun sözünə qulaq assınlar. Mənə elə gəlir ki, o zaman iş müəllimin reputasiyasının aşağı düşməsində yalnız deyil. İş ondadır ki, cəmiyyət dəyişibdi. İnformasiya çoxdur. Müxtəlif mövqelər var və bunların arasında yalnız birinə istinad etmək mənə gəlir o zamana keçdi. Biri olmaya da bilər. Məsələn, bir neçə nəfər də ola bilər. Hətta bu bir neçə nəfər məsələn biz hansısa bir fikirdə razılaşmaya da bilərik. Sizin də öz dəyəriniz olar, mənim də öz dəyərim olar və insanlar da ən azından bir mühakimə qabiliyyəti formalaşır. Məsələn, bu gün kütlə hara gedir? Kütlə daha çox deyək ki, TikTokda hansısa bir hansısa sosial şəbəkədə falan bir arzu olunmaz bir tendensiya. İnsanlar daha çox meyl eləyir ona falan. Bəli. Biz elə bir sanki məsələn cəmiyyət olaraq insanları maarifləndirməkdə uduzuruq. Biz o yetişən şagirdlər ki var, o yetişən şagirdlər belə də yetişə bilər, belə də. Biz onları maarifləndiririk ki, biz onlara məktəb veririk, təhsil veririk. O ayrıdır. Maarifləndirmə tamam başqadır. Maarifləndirmə odur ki, mən hansısa uşaqlarla bir sosial layihə eləyim. Məktəb onu eləyə bilməzmi? Məsələn, bəzi özəl məktəblər eləməlidir. Eləməlidir. Biz eləmirik onu. Məsələn, özəl məktəblərdə var, uşaqlar əl işləri düzəldirlər, aparırlar daha çox ehtiyacı olan, auksion keçirirlər, satırlar, nəsə eləyirlər. Sosial fəaliyyət bu bir vətəndaş kimi uşağın yetişməsi üçün onun empatiya hissi olsun, cəmiyyətin bir parçası, mənim də bir rolum var hissini verir. Amma bizim məktəblərdə ümumiyyətlə, məsələn, elə növbəti sual da budur da, məktəblərdə biz nələri dəyişməliyik ki, ümumiyyətlə məktəb maarifləndirən tərəfə çevrilsin. Bu dəqiqə məktəb azad olmalıdır. Məktəb azad olmalıdır. Məktəb azad, müstəqil, muxtar bir təşkilat olmalıdır. Və ictimaiyyətlə, o ictimai dövlət anlayışı. O da onun içində olmalıdır. Mən məktəb direktoru kimi mənə məktəbin reputasiyası üçün mən mütləq quracam. Yox, burada bir çox konseptual məsələlər var. Əlbəttə valideyn rolu ən ağrılı rollardandır. Amma mən kənardan məktəb işləmirəm. Ola bilər ki, nə isə yanlış anlayıram. Amma mən öz müşahidələrimə görə deyə bilərəm ki, biz məktəbi çox böyük böhrana salmışıq. Və məktəb böhran içindədir. Məktəbi bir təşkilat kimi o böhrandan azad eləmək lazımdır və bunun üçün hamı ilə müzakirə aparmaq lazımdır. Biz nə edək ki, məktəbi sağlamlaşdıraq. Mənə elə gəlir ki, bu çox vacib müzakirədir. Ona görə ki, mən düşünürəm ki, mən özüm qoyuram özümü misal üçün. Tutalım müəllimin yerinə. Müəllim deyirsiniz, o maarifçilik, gözəl bir sosial layihə, aparım onları cəmiyyətdə. Mən bunu eləyə bilərəmmi? Mənim buna vaxtım çatacaqmı? Bəs mənim dərslərim, bəs mənim o və s. Əslində burada çox maraqlı bir metamorfoza baş verdi bizim bu milli kurikulum məsələsində. Mən yadımda da bilirsiniz də mən uzun illərəm təhsildə. O milli kurikulum islahatı gələndə bizə başa salırdılar da. Mən gedirdim o bütün görüşlərə, ekspertlər. Deyirlər ki, o milli kurikulum niyə ənənəvi tədris proqramı əvəz olunur bu milli kurikulumdan. Və bizə başa salırdılar ki, Sovet vaxtı ənənəvi tədris proqramı ölkənin bütün uşaqlarına, bütün nöqtələrdə, eyni vaxtda, eyni mövzu və s. Amma milli kurikulum müəllimə o yaradıcılıq verəcək. Bizdə o baş vermədi. Bizdə əslində o böyük bir milli kurikulum ideyası, hansı ki, yalnız bir çərçivədir ki, müəllim özünü ifadə eləsin, ideyalarını.
biz də gəldik çıxdıq o textbook driven curriculum məsələsinə. Yəni biz əslində yenə də qayıtdıq tədris proqramına. Sadəcə o tədris proqramının daşıyıcısı dərslikdir. Bax buna mən çox məəttələm. Bizim tələbədir ki, hazırlaşdırmışıq, göndərib gedib imtahandan keçib öyrətmişik ki, bax belə dərs keçmək lazımdır. Bizdən bölüşür, deyir ki, bəs mən çox maraqlı dərs, uşaqlar danışır, səs-küy var filan. Direktor və yaxud da direktor müavini, səlahiyyət gəlir qapını deyir ki, bu nə öz başınalıqdır. Və o adamın yaradıcılığını elə orada da öldürdük. Çünki heç kəs söz eşitmək istəmir. Deyir ki, mən elə keçim ki, mənə söz gəlməsin. Və dediyiniz o məsələ, bu nə məktəbdə müstəqil deyil. O müstəqil davranmağı müəllimə də verməmişik. Yox. Və müəllim heç kimə vermiş, şagirdə vermişik, şagirdə də verməmişik. O zaman biz mənə gəlir ki, biz məktəbimizi biz sağaltmalıyıq və bunun üçün çox böyük müzakirələr aparılmalıdır. Məktəb direktor, müəllimlərlə və sonra biz yenidən bu məsələyə qayıtmalıyıq. Yoxsa indi mənə elə gəlir ki, məktəb çabalayır. Mən hətta bəzən fikirləşirəm, bu məktəb necə ümumiyyətlə təhsili çatdırır verməyə? Bilirsiniz, yox, mən doğrudan deyirəm sizə. Bu məktəb direktorunun tədbirləri, o tələb, o hesabat. Siz bilirsiniz, tədqiqatlar aparılıb Azərbaycan məktəb direktorları ilə. Elə mən də o həm müəlliflərdən biriyim. Ona deyirlər ki, sən pedaqoji fəaliyyətlə gedib müəllimlərin dərsini müşahidə eləmək. Müəllim deyir, mənim vaxtım yoxdur. İki şey. Dedim, mənə təlimlərdə bunu verməyiblər. Və ikinci, mənim vaxtım yoxdur. Deməli, biz artıq məktəb direktorunu elədik, belə də məhrum elədik. Müəllim neynəsin? Müəllim pul da qazanmalıdır, sertifikasiya da hazırlamalıdır, repetitorluq da eləməlidir, bütün tələbləri də yerinə yetirməlidir. Məktəb lap çətin vəziyyət, müəllim lap çətin vəziyyətdədir. Mən o vaxt deyəndə, bir neçə il öncə idarədə işləyəndə israrla deyirdim ki, bu tədbirlərin hələ nə ictimai yükü və ümumiyyətlə bir dəyəri olmayan o tədbirləri yığışdırmaq lazımdır. Buna getməmək, özüm də getməməyə çalışırdım. Çünki tədbirə gedəndə insanın günü itir. Yəni yarım gün orada, 1-3 saat orada, 1 saat yolda, sonra gəlsə enerji itir. Hansısa bir sənədə oturub baxacaqsan, gün bitdi. Yəni bu tədbirlərin sayını, bu direktorda icranın tədbiri var, oradan ora qaç, buradan bilmirdim. Bilirsiniz, mən təhsildə monitoring kursu tədris edirdim. Həmin o məktəb direktorlarının hazırlığı proqramların birində. Və mən deyirdim, bilirsiniz, monitoring çox məsuliyyət işidir. O indikatorları çıxartmaq, o böyük bir diqqət tələb edir. Bəli, o çox ciddi bir fəaliyyətdir və mən də onlara belə həvəsli söyləyirəm, monitoring belə, göstərici belə. Onlar deyirəm, biz buna heç vaxt məşğul ola bilməyəcəyik. Mən onda birinci dəfə eşitdim, dedim, bəs tədbirlərdən deyir, başa düşə bilmirik. Bax bu, bilirsiniz. Çox, həm səlahiyyət məhdudluğu. Həm yazıq da getməyə də bilmir. Yəni mənə gəlir ki, biz yenidən baxmalıyıq məktəbə. Tutacaq bir yer varmı ümumiyyətlə, buradan yapışsaq düzəldə bilərik? Mən inanıram. Ona görə ki, təhsildə işləyən adamlar, onlar ayrı sahədə işləyə bilmir. Ayrı sahədə işləyə bilənlər yavaş-yavaş məktəbdən çıxır. Mənim bir rəfiqam var idi. Allah rəhmət eləsin. Mən onun hər dəfə evinə gələndə o məktəbdə müəllim idi. Riyaziyyat müəllimi. Elə başlayırdı məktəbdən. Mən artıq hər dəfə deyirdim ki, bəsdir də indi gəl rəfiqənəm, gəlmişəm, gəl bir ayrı bir söhbət aparaq. Ona görə mən inanıram və sonra bizdə təhsilə böyük dəyər var. Bəli. Çox böyük dəyər var. O hələ var, amma onu qorumaqla, o hələ sönməyib. Yox, o sönməyəcək. Sadəcə biz başa düşürük, kütlə olaraq valideynlər, biz başa düşürük ki, ümidimizi yalnız məktəbə bağlamaq olmaz. Bəli. Ona görə biz bütün mümkün yolları axtarırıq. Mən belə düşünürəm, amma o təhsilə dəyər. Sonra biz praqmatik millətik, mən buna böyük hörmətim var. Biz başa düşürük ki, təhsil vacibdir. Təhsilin əlavə dəyəri çox böyükdür. Yəni mən buna çox inanıram. Sadəcə bu korroziya, o deformasiyaya uğramış məktəbi biz gərək onu da hardan başlamaq, necə başlamaq?
Nə siz, nə mən təklikdə onu heç vaxt eləməyəcəyik. Yəni. Mən nəsə nəzəriyyədən oxuyub deyə bilərəm. Siz öz təcrübənizdən də, nəzəriyyədən, tədqiqatlardan. Onu elə mən sevirəm. Vygotsky mənim ən sevimli filosofumdur. Elə mən Bilik necə yaranır? Sosial prosesdir. Bu sosial proses olmasa yaranmır. Kabinetdə mən tək iki adamla oturub yaranmır. Bu sosial proses olmalıdır. Bəli. Müzakirə. Baxın, məsələn, biz indi yaxın bir yarım saat, 40 dəqiqədə müzakirə edirik. Səsli düşünmək və bir-birimizdən bildiyimiz şey olsa belə, Bəli. bir-birimizə ötürməyimiz bizim düşüncələrimizin açılmasına təsir edir. Əlbəttə. Bu şagirddə ola bilər. Bəli. Bu müəllim də ola bilər, bu direktor da ola bilər. Biz ünsiyyətdən bir şeylər öyrənəcəyik yəni. Mən ümumiyyətlə düşünürəm ki, indi biz bu çox danışdıq, məktəb direktoru, müəllim. Biz şagirdləri əsl qiymətini bilmirik. Mən sizə 2 fakt gətirim və biz onları lazımi səviyyədə qiymətləndirmirik. Mən sizə 2 fakt gətirim. Bir fakt ondan ibarətdir ki, 2009-da Dünya Bankı, o vaxt mən qeyri-hökumət təşkilatında işləyirdim, bizə tapşırdı ki, bu Azərbaycanın PISA-da ilk nəticələri çox belə əcaib idi də. Yüksək riyaziyyat, çox aşağı ana dili. Bizə dedilər ki, bir araşdırın. Və bizə dedilər ki, 20 məktəb bizə tapşırdılar. Dedilər, gedin o məktəbləri araşdırın. Hamı ilə. Məktəb direktoru, müəllimlər, şagirdlər, hamı ilə dərinləşdirilmiş müsahibələr. Mən onda birinci dəfə həqiqətən çox təəccübləndim. Biz o 20 məktəbə getdik. 20 məktəbin pis çıxmasının direktoru da, müəllimi də hamısı şagirdi pislədi. O 20 məktəbin heç birində şagird nə məktəb direktorunu, nə müəllimini pisləmədi. Bu məni çox təəccübləndirdi. Bu mənim birinci təəccübüm idi və ikinci bu Amerika səfirliyinin bir dəfə grant paylayırdı. Mənə bir rəfiqəm müraciət elədi ki, mən istəyirəm Covid vaxtı. Dedi ki, mən istəyirəm ki, o gənc qızları Bakı kəndlərində yaşayan gənc qızları layihənin idarə olunması, planlaşdırılması, belə bir onlayn təlim verərsən, dedim məmnuniyyətlə əlbəttə verərəm. Və onlayn 7-ci sinif qızları idi. Düzdür, yaxşı oxuyan qızlar idi. Müxtəlif Bakı kəndlərindən. Siz inanmazsınız, onlar nə qədər layihə də planlaşdırması bilirsiniz də, layihənin ideyasından başlayır. Və mən də başladım ki, ideya, hansı problemi həll etmək istəyirdiniz? Hansı ideyanı istəyirdiniz ki, cəmiyyətə yeridəsiz? Siz inanmazsınız, o qızlar nə gözəl ideyalar dedilər. Pis heç vaxt düşünməzdi. Siz gedin indi, bax, biri dedi ki, bizim kəndimizin yanında qaraçıların kampı var. O qaraçı uşaqlarını məktəbə götürmürlər. Və onlar savadsızdır. Mən birini hər dəfə evimə çağırıram. Mən onu oxumağa öyrədirəm. Bax, o onu düşündü. O birisi dedi ki, bizdə narkomaniya yayılıbdır. Və mən düşünürəm ki, biz gərək belə bir tədbir eləyək ki, bizdə narkomaniyanı azaldaq. O birisi, yəni bilirsiniz, var o da, qədər var yəni, yüksək səviyyəli vətəndaşlıq layihələri təklif elədilər. Amma biz bir uşaq. O da başqa bir mövzudur ki, məsələn, biz uşaqlarımızı Biz onlara hörmət eləmirik. Yəni mən təlimlərdə deyirəm ki, bax, şagirdin yanlış davranışını idarə etmək üçün şagirdi birinci adam yerinə qoymaq lazımdır. Yəni bu başa düşməlidir ki, müəllim mənə yaxud da valideyn olsun, biz övladımızı aparıb onun üçün deyək ki, kurtkanı, o deyək ki, paltarı biz qərar verdik ki, hansı paltar alaq. Yanlış elə valideyn olaraq da burada edirik də. Yəni biz cəmiyyət olaraq başa düşməliyik ki, biz ona şəxsiyyət kimi bir hörmət eləməliyik, insan kimi hörmət eləməliyik ki, o da bizim sözümüzə bir etibar eləsin. Əks halda bu bağ qopur. Sonra burada mən deyinim ki, indiki uşaqlar belədir. Hansı ki, o uşaqlar da pırıl-pırıl uşaqlardır. Sadəcə o yontalamaq lazımdır. Bəli. Əslində bilirsiniz, əsl partnyorluq, əsl əməkdaşlıq horizontal. Siz hər ikiniz eyni səviyyədə olmalısınız. Bəli. Yox, sən mənə yuxarıdan baxırsansa, mən heç vaxt sənə ürəyimi açıb deməyəcəm. Bəli. Bəli. Bəli.
Çox sağ olun Ülviyə Çox xanım. danışdıq. Əslində bizim danışdıqlarımız daha çox fundamental məsələlərdir, təhsil siyasəti ilə bağlı olan məsələlərdir Bəli. və biz təbii ki, bu müddət ərzində nəyisə həll eləyə bilmərik, amma ən azından tamaşaçılar o təhsillə bağlı bir mənzərə formalaşsın ki, ümumiyyətlə biz ictimai iştirakçılıq önəmlidir. Bəli, Həm çox qərar vacibdir. vermədə, həm cəmiyyət özü də adekvat davranmalıdır və başa düşməlidir ki, burada şəxsi mövqedən qaçmaq lazımdır. Bir çox hallarda biz şəxsi mövqeyimiz o ictimai dəyərdən daha üstə çıxdığına görə biz bir çox hallarda yanlış eləyirik. Bu da başqa şeylərlə, bu da Kolbergin mənəvi inkişafı ilə bağlı, düşünməklə və s. və s. Bəli, bəli. Bu da ayrı bir geniş Bəli. bir mövzu. Güzgü tutmağa çalışdıq ki, ümumiyyətlə təhsil siyasətində nələrə diqqət yetirilsə, məktəb orada pis vəziyyətdədir. Onun bir hissəsi yox. Həm direktoru, həm direktor müavini, həm müəllimi, şagirdi, valideyni. Təhsil siyasəti də nəsə eləmək istəyirik. Biz də nəsə öz payımıza maarifləndirmək istəyirik. Çox sağ olun, vaxt ayırdınız, Siz də gəldiniz. çox sağ olun. Minnətdaram. Dəvət Həmişə çox sağ olun. dəyərlisiniz. Minnətdaram. Çox Sizə sağ can olun. sağlığı, uzun ömür və Çox sağ olun. böyük enerji arzulayıram ki, bu tədqiqatlar Çox və sağ s. olun. tələbələrlə davam elətdirəsiniz. Minnətdaram. Minnətdaram. Mən də Çox sizə sağ olun. uğurlar arzulayıram. Yaxşı podkast alınır sizdən. Çox sağ olun. Çox sağ olun. Belə hörmətli müəllimlər, hörmətli təhsil işçiləri, Dərd dinləmənin növbəti buraxılışında görüşərik.